Peyğəmbər öz səhabələri ilə bir biyabandan, səhralıqdan keçirlər. Belə olur ki, nahar vaxtı olur, istirahət eləmək istəyirlər. Hamısı dəvədən düşürlər və hər kəsə bir işin ucundan yapışır. Biri gedir odun yığmağa, biri yemək hazırlayır. Peyğəmbər də bir iş görür. Peyğəmbər də nəsə bir süfrəni sərirmiş, yəni nə edirmiş? Səhabələr Peyğəmbərə müraciət edirlər ki, ya Rəsulullah, siz əyləşin, biz eləyərik hamısını. Peyğəmbər deyir, xeyr. Tərbiyə. Bizə demədi ki, onlara dedi də. Düzdür. Amma bizə mesaj ötürüldü. Peyğəmbər buyurur ki, xeyr. Allahın xoşu gəlmir o şəxsdən ki, bir cəmin içindədir, bir kollektivin içindədir. Hamı işləyir oturub. Hazıran hazır. Siz eləyin, mən də yeyərəm. Mən burada heç bir, mən Peyğəmbərəm. Baxın, Peyğəmbərdir. Bizə mesaj ötürür, bizə öyrədir ki, hər bir vəziyyətdə belədir. Kollektivdə istəyirsən ol, ailədə ol, fərqi yoxdur, sən də o işin gücü. Ümumi iş görülür, nahar hazırlanır, ümumi hamı üçün, o tək özü üçün hazırlamayıb ki, onu otursun, mətbəxdə yesin, dursun. Ümumi hazırlanıb, mən də gərək kömək edeyim.